Salam əziz tamaşaçılar. Beynəlxalq konvensiyalara görə münaqişələr vaxtı mülki əhaliyə qarşı zorakılıq törətmək, yaşayış məntəqələrinə hücum etmək qadağandır. Amma buna baxmayaraq işğalçı Ermənistan son günlərdə növbəti silahlı təxribata əl atdı. Füzuli rayonunun Alxanlı kəndini atəşə tutaraq körpə Zəhra ilə nənəsi qətlə yetirildi. Bununla da Ermənistandakı hərbi siyasi rejim bir daha terrorçu mahiyyətini ortaya qoydu. Bugünkü verilişimizdə vətəndaş cəmiyyətinin nümayəndələri ilə bu hadisələrdən danışacağıq. Studiyamızın qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Gənc Vətəndaş İctimai Birliyinin icraçı direktoru Günel Səfərovadır. Xoş gəlmişsiniz. Umud müəllim, işğalçı Ermənistanın son təxribatlarına, xüsusən mülki əhalini hədəfə götürərək yaşayış məntəqələrinə hücum etməsini, ateşə tutmasına hansı qiyməti vermək olar? Son dərəcə ağır günlər, son dərəcə üzüntülü anlar yaşanmaqdadır ölkəmizdə. Və bunu bəri başdan qeyd edeyim ki, Ermənistan işğalçı ordusu tərəfindən əlbəttə 80-ci illərin sonundan başlayaraq Azərbaycanın demək olar ki, bütün mülki yaşayış məntəqələri, məktəbləri, uşaq bağçaları, səhiyyə ocaqları divan tutulmaqdadır, viran olmaqdadır. Və çox təəssüf ki, atəşkəs olmasına baxmayaraq, bugün də bu təmas xətlərində dəfələrlə mülki əhaliyə atəşlər açılır, dinclik, sabitlik pozulur. Və bütün bunların arxasında da təbii ki, Ermənistanın məkirli bir siyasəti var. Ona görə ki, bu stabilliyin olması, bu sabitliyin olması müəyyən mənada bu sülhün, əmin-amanlığın, işğal olunmuş torpaqların qaytarılmasını yaxınlaşdıran bir məqamlardır. Ona görə də bunlar bu münaqişəni pozmaqla məşğuldular. Deməli, bu həm də danışıqlar prosesinin pozulmasına yönəlik bir aktdır. Bəli. Son hadisədən sonra Zəhra balamızın və onun nənəsinin dünyasını dəyişən, Alxanlı hadisəsində baş verən hadisə bütün dünyada artıq bir əks-səda tapmaqdadır. Və yaxşı olan bir ümid verən tərəf odur ki, dünyanın əksər beynəlxalq təşkilatları bu məsələ ilə bağlı, bu hadisə ilə bağlı tam o ideal şəkildə də olmasa, həqiqəti dedilər, dilə gətirdilər, səsləndirdilər. İstər Avropa təsisatları, istər Amerika Dövlət Departamenti, istər ATƏT-in özünün son bəyanatı, Avropa Parlamentinin, Avropa Şurasının, Amerika Dövlət Departamentinin, beynəlxalq media quruluşlarının, hansı ki, hər zaman deyək ki, hadisələri demək olar ki, belə bir barışdırıcı, bir balanslaşdırıcı tərəfdən nümayiş etdirməyə çalışırdılar. Demək olar ki, bütün bu hadisədən sonra demək olar ki, beynəlxalq camiyə baş verənlər haqqında maksimumda olmasa da müəyyən mənada deyək ki, informasiya çatdırıldı. Burada təbii ki, həm Azərbaycan rəsmi qurumlarının, media strukturlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təbii ki, çabaları da görünməkdədir, ortadadır. Və mənə elə gəlir ki, biz daha böyük, daha çox işlər görə bilərik və bu istiqamətdə də mənə elə gəlir ki, biz müzakirələrimizi aparsaq daha faydalı olar. Umud müəllim, onu da deyək ki, həmin ərazidə hərbi təyinatlı heç bir obyekt yoxdur və bunu Alxanlı kəndinə səfər eləyən, Azərbaycanda akkreditasiyadan keçmiş hərbi ateşçilər və beynəlxalq media nümayəndələri də öz gözləri ilə gördülər. Bütün bunlar beynəlxalq reaksiyalarda özünə hansı şəkildə əks etdirdi? Bilirsiniz, mən zaman dəyişib, mənim demək olar ki, bütün bu son 25 il bu işğal prosesindən, ondan əvvəl də və son bu dövrdə də demək olar ki, mən hər həftə, hər gün olmasa da hər həftə o regionlarda gəzirəm və müəyyən fəaliyyətlərimiz olur, müəyyən layihələr həyata keçiriyor. O insanların demək olar ki, hamısını mən tanıyıram və çox təəssüf ki, nəinki Alxanlıda, ümumiyyətlə Alxanlıdan çox-çox uzaqlarda axın Ermənistan qoşunlarının Alxanlıdan nə işi var axın?
Yəni bu Dağlıq Qarabağın ərazisi deyil. Bu deyək ki, Ermənistan-Azərbaycan sərhədlərindən çox-çox saatlarla yol getmək lazımdır. Yəni Alxanlı dünyanın ən dinc, ən sakit, ən əminəman kəndlərindən biridir. Bu insanlar öz güzaranını çətinliklə də olsa o dağıdılmış, viran olmuş evlərini bərpa edib orada öz güzaranını qurmaqla, yaşamaqla məşğuldurlar. Yəni problem bundadır ki, bu bizim dinc yaşayan insanlarımıza, yəni bu dincliyə can atan insanlarımıza bu dincliyi vermək istəmirlər və biraz da bu problemi başqa yöndən təqdim eləməyə çalışırlar. Yəni və çox təəssüf ki, bunun Ermənistanın o cinayətkar rəhbərliyinin apardığı ideologiya bu hadisədən sonra və bilmirəm indi sosial şəbəkədən yəqin ki xəbəriniz var, yəni Ermənistan ictimaiyyətinin bu məsələyə hansı münasibət var? Bunun özü də bir qədər düşündürücü məqam vardır. Bu məsələlərə də biz toxunacağıq. Müşfiq müəllim, Ermənistan ordusunun bu vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün media qurumlarının, media nümayəndələrinin üzərinə hansı vəzifələr düşür və bu istiqamətdə hazırda hansı tədbirlər görülür? Çox sağ olun. Mən açığı uzun illərdir ki, prosesi izləyirəm. İşimizə görə həm də bir Azərbaycan vətəndaşı olaraq, həm də bir media təmsilçisi olaraq. İlk dəfədir ki, sözün həqiqi mənasında mən qürur duydum. Azərbaycan media qurumlarının, Azərbaycan sivil toplum quruluşlarının, qeyri-hökumət təşkilatlarının, hətta bizim həmişə tənqid etdiyimiz internet fəallarının, sosial şəbəkə iştirakçılarının fəaliyyəti ilə açığı neçə gündür ki, mən onları təhlil edib çatdırmaq istəyirəm. İlk təəssüratım odur ki, ilk dəfədir ki, belə deyək ki, panika hiss olunmadı. Yəni, xaotiklik hiss olunmadı. Kim ağlına, düşüncəsinə nə gəldisə paylaşmaq məsələsi olmadı. Mən saatlarla əyləşirəm, bu sosial şəbəkələrdə izləyirəm. Və məlumatınız var ki, mən həm də beynəlxalq təşkilatların Azərbaycan üzrə təmsilçilərindən biriyəm, o beynəlxalq media quruluşlarını işləyirəm. Gecə-gündüz biz informasiyalar veririk, informasiyalar paylaşırıq və Azərbaycanın özündən paylaşılan informasiyaları izləyirik. Hansı nəticəyə gəldim? İlk dəfə idi ki, Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları, yəni qeyri-hökumət təşkilatları, bilirsiniz, yəqin izləyirsiniz ki, mütəşəkkil bəyanatlarla çıxış etdilər. Və bu bəyanatlar təkcə Azərbaycan auditoriyasına ünvanlanmadı. Bütün beynəlxalq təşkilatlara ad-ba-ad belə deyək ki, Ümumi Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları adından bəyanatlar ünvanlandı. Media quruluşları adından, media təşkilatları adından bəyanatlar səslənildi. Kifayət qədər yer ayrıldı. Və bizlər də həmin bəyanatların hədəfinə yetişməsi üçün vasitəçilər olduq. Bütün beynəlxalq jurnalist təşkilatlarına bu informasiyalar çatdırıldı. Bir sıra qurumlarla yanaşı Mətbuat Şurası da bu hadisələrlə bağlı bəyanat verdi. İlk bəyanat verənlərdən biri oldu. Beynəlxalq media qurumlarını bu məsələdə daha geniş, daha peşəkarcasına yanaşmağa çağırdı. Beynəlxalq mediada bu məsələlər necə işlandırıldı? Sevindirici hal odur ki, həmişə, yəni ənənəvi olaraq bizim üzdə olan təşkilatlar bu məsələyə reaksiya verirlər. Mətbuat Şurası verirdi, QHT Şurası verirdi, Çift Fondu tutaq ki, münasibət bildirirdi və başqa üzdə olan təşkilatlar. Bu dəfə, yəni uğurlu hal odur ki, böyükdən kiçiyə, yuxarıdan aşağıya hər kəs prosesə qatıldı. Və gəldiyim nəticə o oldu ki, biz həmişə izləyirdik. Adətən bu cür məqamlarda erməni düşmən tərəfindən təxribat törətmək istəyənlər çox olurdu, bizim informasiya məkanını pozmağa və Azərbaycan adı ilə, Azərbaycan soyadı ilə o dezinformasiyalar buraxılırdı. Çox təəssüf ki, bizim də bəzi media qurumları, bəzi internet fəalları onları tiraj edib yaydılar. Bu dəfə nisbət tamamilə dəyişdi. Qısaca mənim şəxsən gəldiyim qənaət budur ki, bu dəfə də oldu təxribatlar, amma orta hesabla götürsək 100-ün 1-ə, 100-ün 2-yə nisbətində. Yəni 90% təqribən bizim internet fəalları, bizim media quruluşları, sivil toplum quruluşları, onlar düzgün hədəfi göstərən informasiyalar yaydılar. 1-2 nəfər təxribat törətməyə, o bizim qondarma üzlənərək bəzi diaspor nümayəndələri adından, hansılar ki, güya hüquq müdafiəçiləridirlər, xaricdə yaşayırlar və s. Onların adından 1-2 bəyanatlar verilməyə cəhd göstərildi, amma ümumi çoxluğun içərisində ümumiyyətlə onunla görüşmədilər. Sadəcə mən belə deyək ki, biz peşəkar monitorinq apardığımıza görə onları tapdıq, axtardıq və nəticə nədən ibarət oldu? Nəticə ondan ibarət oldu ki, bütün beynəlxalq transmilli media şirkətləri bu məsələyə reaksiya verdilər. Mən özüm oxumuşam, hətta bir neçə dəfə Associated Press, Washington Post, BBC,
Le Monde və s. dünyanın aparıcı, hansılar ki, dünyada ictimai rəy formalaşdırırlar. Deməli, haqq səsimizi dünyaya çatdıra bildik. Bəli, çatdıra bildik. Bax, mən onu vurğulamaq istəyirəm ki, biz bir vahid kimi çıxış eləyəndə haqq səsimizi onlara çatdıra bildik. Və tərsə media müstəvisində qalmadı bunlar. Bilirsiniz ki, bütün beynəlxalq dövlətlər arası təşkilatlar bu məsələyə ciddi reaksiya verdilər. ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, ABŞ Dövlət Departamenti, ayrı-ayrı ölkələrin bu situasiyaya nəzarət edən qurumları kifayət qədər ciddi bəyanatlar səsləndirdilər. Və əsas mütəşəkkillik nədə özünü göstərdi? Bilirsiniz ki, bəyanatlarda, ilkin bəyanatlarda ümumi bəyanatlar səsləndirməyə cəhd göstərdilər onlar. Güya ki, adım belə qoyurlar ki, sülhə xidmət etmək məsələsi. Amma Azərbaycan ictimaiyyətinin təpkisi o səviyyədə oldu ki, onlar növbəti bəyanatlar vermək məcburiyyətində qaldılar. Və növbəti bəyanatlarda cinayəti törədəni, cinayətkarı dəqiq adı ilə göstərdilər. Yəni, bu bizim ən böyük uğurlarımızdan biri oldu. Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti, dövlət strukturları, Xarici İşlər Nazirliyi kifayət qədər operativ işlədilər. Bizim səfirlərin, Azərbaycanda akreditasiya olunmuş səfirlərin, xarici media nümayəndələrinin birbaşa hadisə yerinə aparılması, orada göstərilməsi çox böyük effekt verdi və təsadüfi deyil ki, Minsk qrupu da ikinci dəfə təkrar bəyanat verməli oldu hadisə barədə və birinci bəyanatdakı boşluqları aradan qaldırmaq məcburiyyətində qaldı. Çox böyük nailiyyətlərdir. İnanınız ki, adam danışanda mən indi hiss edirəm ki, bir tərəfdən biz baş vermiş faciənin təsiri altındayıq. Yəni, körpə bir uşağın belə vəhşicəsinə qətlə yetirməsi bir tərəfdən onun təsir altındayıq. Amma ikinci tərəfdən də içimdə bir qürur hissi var ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti bu qələbəni əldə edə bildi. Biz dünya ictimaiyyətindən nəyin baş verdiyini dəqiq çatdıra bildi və dəqiq reaksiyanı aldıq. Günel xanım, burada insan hüquqları üzrə beynəlxalq konvensiyaların pozulması faktı ortadadır. İşğalçı Ermənistanın mülki əhalini, günahsız insanları qətlə yetirməsinin davam etməsi hansı hüquqi məsuliyyəti yaradır? Ümumiyyətlə, məndən əvvəl çıxış eləyənlər çox yaxşı qeyd elədi ki, Ermənistan ilk dəfə idi, həm beynəlxalq təşkilat, həm də ki, bütün dünya məhz bu verdikləri bəyanatda hədəf seçərək Ermənistanı göstərildi. Amma Ermənistan mülki əhalini öldürməklə bir çox konvensiyalarda demək olar ki, tapdadı. Məsələn, uşaq hüquqları haqqında konvensiyanın 38-ci maddəsində birbaşa göstərilir ki, hərbi şəraitdə olduqda uşaqlar və mülki əhali mütləq nəzərə alınmalıdır və onların öldürülməsi yol verilməzdir. Eyni zamanda insan hüquqları haqqında konvensiyanın pozulması, Cenevra konvensiyasının pozulması. Bunların hamısına Ermənistanın deyək ki, cinayətkar rejiminin pozması və mülki əhalinin qətl olunması və 2 yaşlı körpənin öldürülməsi yalnız Azərbaycan cəmiyyətində yox, dünya cəmiyyətində bir ajotaj yaratdı sözün açığı və mən Müşfiq mənim sözlərinə qoşuluram. Burada xidməti olanlar Azərbaycan cəmiyyətinin aparıcı şəxsləri, hakimiyyət və eyni zamanda qeyri-hökumət təşkilatları, media orqanları oldu. Bəli, biz bugün üzücü bir hadisə ilə üz-üzəyik. Biz əlbəttə istəməzdik heç birimiz ki, belə bir hadisə baş versin, heç 2 yaşı olmayan körpə həyatını itirsin və biz bu barədə petisiyalar hazırlayaq, bu barədə bəyanatlar yayaq. Amma bir məsələ xüsusilə vurğulamaq istəyirəm ki, məsələn, ATƏT-in ikinci bəyanat verməsi, eyni zamanda çox zaman sülhə çağırış bəyanatları verən, ümumi bəyanatlar verən Amerika Dövlət Departamentinin məhz Ermənistana deyək ki, təpkili bir bəyanatının verilməsi bir daha onu göstərir ki, artıq dünyada belə bir fikir var ki, Ermənistan hüquq normalarını, beynəlxalq hüquq normalarını nəzərə almır və beynəlxalq hüquq normalarını çiynəyir. Bununla bağlı bir məsələni də vurğulamaq istəyirəm ki, İctimai təşkilatların bu məsələdə təşkilatlanması əlbəttə ki, bir statistika gətirim sadəcə. Atəşkəs rejimindən sonra 17-ci uşaqdır ki, Zəhra öz həyatını itirir, 19 yaralanma hadisəsi olubdur. Amma ilk dəfə məhz bu hadisədə biz gördük ki, cəmiyyət, ictimaiyyət bir araya gələ bildi və öz sözünü dedi. Bütün qeyri-hökumət təşkilatları, gənclər təşkilatları ayrı-ayrılıqda öz bəyanatlarını veriblər. Məsələn, biz təşkilat olaraq fikirləşdik ki, əlimizdən nə gəlir, nə edə bilərik. Biz Avropa Şurasının Parlament Assambleyasına və digər beynəlxalq təşkilatlara petisiya hazırladıq. Bu petisiyanın mətni yerləşdirilib də internetdə və ingilis dilindədir mətni və biz bunu əməkdaşlıq etdiyimiz bütün
bütün beynəlxalq təşkilatlara göndərdik. Məsələn, bir məsələni də qeyd eləmək istəyərdim. UNICEF-in gələndə oxudum reaksiyasını. UNICEF bilirsiniz ki, BMT-nin uşaq təşkilatıdır və onların da bəyanatında çağırış var idi ki, biz bütün bəyanatlarda çağırış var idi ki, biz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə Ermənistanını çağırdıq. Və bunların hamısında əsas bu məsələnin öndə durması bizi sevindirir. Eyni zamanda burada uşaq qətlinin olması, uşaq qətliamı eyni zamanda bütün bəşəriyyətə yönəlmiş bir cinayətdir. Bilirsiniz, bu məsələdə əslində daha çox həssaslıq yaradan məsələ məhz balaca Zəhramızın həyatını itirməsi olmuşdu. Bundan əvvəl sözsüz ki, 9 yaşlı Fariz də həyatını itirmişdi və biz bu məsələlərdə bütün beynəlxalq təşkilatlara öz reaksiyamızı bildiririk. Amma 18 aylıq, çox kiçik, 2 yaşı olmayan bir körpənin həyatını itirməsi və necə ki, Umud müəllim qeyd elədi, çox uzaq bir məsafədə yaşayan, sərhəd regionu sayılmayan bir ərazidə həyatını itirməsi dünya ictimaiyyətinin diqqətini də cəlb edir. Bəli, qeyd etdiniz ki, ictimai qurum olaraq bu təxribatın dünyaya çatdırılması üçün petisiya təşkil olunub, petisiya həyata keçirilir. Nə qədər imza toplanıb bu məsələyə, reaksiya necədir? Mən bu məsələyə toxunmaq istəyirəm ki, əslində biz bu petisiyanı hazırlayanda adətən petisiyalar, deyək ki, xüsusi bəyanatlar hazırlanır, amma nəticəsi o qədər də çox görmürdük. Təsəvvürünüzə gətirin ki, biz 5 iyulda petisiyanı hazırladıq, artıq 7 iyulda 10 mini keçibdir, 15 minə yaxınlaşan bir rəqəmə biz çatmışıq. Bunların hamısı onu göstərir ki, əslində petisiya hazırlananda onun mətninin arxasında şərhlər olur. Bura həm xarici vətəndaşlar, həm Azərbaycan vətəndaşları ümumiyyətlə petisiyanı görən, imzalayan insanların hamısı şərh yazır. İlk dəfə idi mən petisiyalarımızda xarici vətəndaşların Azərbaycanın haqlı mövqeyini müdafiə etdiklərini görürdüm. Və eyni zamanda burada qeyd olundu, xaricdə yaşayan Azərbaycanlıları biz görürük, sosial şəbəkələrdə izləyirik. Hətta onlardan biri tək özü gedib və səfirlik qarşısında etiraz aksiyası keçirmişdi. Bunun özü, bilirsiniz, biz adətən daxili auditoriyada bilirik ki, biz haqlıyıq. Biz bilirik ki, Ermənistanın təcavüzü nəticəsində biz torpağımızı itirmişik. Bunların hamısı daxili auditoriya bilir və biz məlumatlıyıq. Bizim burada əsas məqsədimiz xarici təşkilatların, beynəlxalq qurumların qərar verməyə təsir edən insanlara təsir edəcək formada məlumatı çatdırmaqdır. Çünki biz haqlı mövqeyimizi yalnız sözdə yox, Ermənistanın pozduğu beynəlxalq konvensiyaları göstərərək və nəticəni göstərərək gəlmişik. Buna görə də mənə elə gəlir ki, məhz petisiyanın çox az bir zamanda bu qədər səs toplaması ondan ibarət edir ki, həm burada günahı olmayan bir körpə həyatını itiribdir, eyni zamanda da biz doğru mesajları orada göstərdik. Azərbaycanın təxminən Qızıl Xaç Komitəsinin verdiyi statistikaya əsasən 900-ə yaxın əsirlikdə insanı var. Onun 29-u uşaqdır. 29-u uşaqdır. Atəşkəs dövründə təkcə 47 uşaq mina və partlamamış hərbi sursatın partlaması nəticəsində dünyasını dəyişib. 47 uşaq. Və dağıdılan, bilirsiniz ki, ərazilərimizin 20%-dən çoxu işğal olunubdur. Və 1 milyondan çox qaçqınımız, köçkünümüz var. 693 məktəblərimiz dağıdılıbdır. Uşaq bağçaları 855 uşaq bağçaları. Bu uşaqlara qarşı yönəlmiş bu vandalizm aktıdır. Yəni müharibənin dünyada heç bir müharibədə belə şey görməyib ki, insanları öldür və məktəbləri dağıt, evləri yandır, qəbirəstanlıqları baş daşını nişana al, güllələnmiş məzarstana çevir. Yəni bu erməni vandalizmi, bu vandalizmin ən yüksək bir növüdür. Umud müəllim, bir fakta da nəzər salaq ki, hətta ərazilərimiz işğal olunsa belə, erməni mülki əhalisinə qarşı Azərbaycan tərəfi heç bir zorakılıq törətməyib. Heç zaman belə bir fakt yoxdur, heç zaman belə bir hadisə olmayıb. Ona görə ki, Azərbaycan həmişə o problemin həllini, münaqişənin həllini gözləyirdi. Baxın, bu yaxınlarda biz deməli ADA Universitetinin müəllim və tələbə heyətini aparmışdıq regiona. Orada professora, xaricdən dərs deyən müəllimlərin
deməli, kütləvi informasiya vasitələrinə verdiyi intervyulərdə səslənən ifadələr görün nə idi? Deyir, biz təmas xəttində mülki insanlardan bir sülh çağırışı eşitdik. Hərbiçilər sülhdən danışır. Deyək ki, rastlaşdığımız hər kəs sülhdən danışır. Bu insanlar nə qədər böyükdülər, nə qədər, yəni bu qədər baxmayaraq ki, bu qədər çətin bir durumdadılar, zor durumdadılar. Amma bunların bütün çağrışları sülhə söykənibdir. Yəni bunu söyləyən xarici vətəndaşlardır. Ümumiyyətlə, Azərbaycan xalqı öz təbiəti etibarı ilə sülhpərvərdir. Baxmayaraq ki, insanlarımız da orada zor durumda yaşayırlar. Və bunu 2 gün öncə deməli, hadisədən sonra oraya gedən ümumiyyətlə media qurumlar, beynəlxalq media quruluşları və deməli, səfirliklərin, hərbi ateşələrin səfəri zamanı insanlar öz gözləri ilə gördülər ki, ümumiyyətlə Alxanlı təmas xəttindən çox-çox uzaqdadır. Vacib bir məqama gəldi çıxdı. Biz xan, ordu, nizami ordunun özünü müdafiə olmaq və döyüş aparmaq üçün standartları var. Bilirsiniz ki, Cenevre konvensiyaları mövcuddur və orada hərbi əməliyyatlar zamanı vətəndaşlarla, hərbiçilərlə davranış, hətta media işçiləri ilə davranış məsələləri orada çox dəqiqliklə öz əksini tapıb. Ermənistan tərəfindən bu aktın baş verməsi onu göstərir ki, bunlarda nizami ordu və ordu haqqında ya təsəvvür yoxdur, ya ümumiyyətlə nizami ordu mövcuddur. Çünki baş vermiş hadisə ordunun əməli deyil. Bu sadəcə, üzr istəyirəm ifadəyə görə, yəni qulduryana bir baş vermiş hadisələrdir. Yəni, əgər nizami ordu hərbi aparırsa, bu hərəkətləri törətməməlidir. Məsələnin bir tərəfi. İkinci, niyə onlar bu addımı atırlar? Təbii ki, konvensiyaları onlar da bilirlər. Amma niyə bu cür hadisələrə görürlər? Görünür, onlarda nəinki nizami ordu məsələsində baxışda problem var, həm də ümumi dövlətçilikdə baxışda bir problem var. Təsadüfi deyil ki, yəqin xatırlarsınız, cənab prezident bir dəfə müsabilərin birində bir xarici jurnalist sual verəndə belə bir replika verdi orada. Dedi, Sərkisyandan başqa nə gözləyirsiniz ki? Yəni, bu, onun davranışları dövlət adamının, oturuşmuş bir dövlət adamının davranışları deyil ki, bu, haradasa qaçaq quldurun davranışına bənzər bir davranışdır və elə orduları da həmin vəziyyətdədir, gördükləri fəaliyyətdə həmin bir vəziyyətdədir. Və bu onu göstərir ki, Ermənistanda doğrudan da həm Ermənistanın özündə, həm onu idarə edən hakimiyyət komandasında dövlət, dövlətçilik ənləri, proseslərə baxış, beynəlxalq hüquqa baxış məsələsində çox ciddi şəkildə bir problem var. Və Alxanlı hadisələrinə özü və ona verilən reaksiyalar bu faktı bir daha sübut eləmiş oldu. Təbii ki, deyirsiniz ki, Azərbaycan ordusu heç vaxt bu hadisə. Çünki Azərbaycanda ordu var. Çünki hərbi nizamnaməni bilir. Çünki ordunun davranış qaydalarını bilir. Biz davranış qaydalarını bilən nizami ordu ilə bir quldur dəstəsi arasında təbii ki, fərq bu qədər olmalıdır. Heç bir beynəlxalq konvensiyada, heç bir standartlarda müharibə bölgəsi gedən bölgədə mülki əhali ilə bu formada davranışa icazə verilmir, imkan verilmir. Təbii ki, orada hərbçinin özünün məsuliyyət yükü var, hərbçinin hərbiçi kimi davranmalıdır, mülki əhali ilə isə tamam başqa standartlar davranmalıdır. Ermənistanın bu standartları pozması onu göstərilir ki, bunlarda dövlət, dövlətçiliyi anlayışı, beynəlxalq hüquqa hörmət və belə deyək ki, nizami ordu məsələsində ciddi problem var. Yeri gəlmişkən, son günlər çox müzakirə olunan bir məsələdir. Əgər ordu olsa, bir dövlətin ordusu, bir xalqın ordusu olarsa, vətəndaş orada xidmət keçmək özünə şərəf bilər. Amma Ermənistandan özlərinin rəsmi şəkildə yaydıqları statistikaya baxın, Ermənistan prokurorluğu 9000-dən yuxarı şəxs haqqında cinayət işi başladıq ki, onlar orduya getməkdən imtina ediblər. Fərarlıq göstərilir. Niyə bu qədər kütləvi halda şəxs orduya getməkdən imtina edir orada? Deməli, ordu deyil bu. Tamam başqa standartlarla idarə olunan, başqa meyarlarla idarə olunan bir vəhşi qrupdur ki, təbii ki, nəinki Azərbaycan tərəfi, heç erməni əhalisinin özü də belə bir qrupdan beziblər. Müşfiq müəllim, işğalçı Ermənistan ordusunun Alxanlı kəndində törətdiyi vandalizm aktı erməni mediası, erməni sosial şəbəkələrdə necə şərh olunur? Çox sağ olun. Yaxşı bir məqama gəldi, çatdı. Deməli, həmişə olduğu kimi ermənilər yenə də bir informasiya təxribatı törətməyə çalışdılar.
və onların ilkin dövrəyə buraxdığı informasiya bundan ibarət oldu ki, Alxanlı kəndində hansısa hərbi obyektlər var, belə deyək ki, oradan güya ki, Ermənistan silahlı qüvvələr üçün, Ermənistan üçün təhlükə mənbəyi var orada və onların ilkin yaydıqları informasiya bundan ibarət oldu və son dəqiqələrə qədər də bu informasiyanı yaymağa cəhd göstərirlər. Yəni, hal-hazıra qədər. Əvvəla bu onu göstərir ki, onların belə ekspron durumda düşünüb başqa variant tapmaq imkanları yoxdur. Çünki olsaydı, bu reaksiyalardan sonra onlar ən azı taktikanı dəyişməli idilər. Amma mən bura verilişi başlayana qədər, gələnə qədər izləyirəm onları və xarici medianı, başqa bir şey gündəmə gətirə bilmirlər. Ancaq vuruladıqlar odur ki, orada hərbi obyekt olur. Ya, mən çox üzr istəyirəm, əlavə eləmək istəyirəm. Ermənistan mediası ilk olaraq sosial şəbəkədə necə Alxanlı kəndinin vurulmasını sosial şəbəkədə yaydılar. Necə mərmi düşdü, necə hadisə, deyək ki, təfərrüratını onlar paylaşmışdılar. Sonradan bunu, deyək ki, sosial şəbəkədən götürdülər. Və eyni zamanda çox acınacaqlı bir durumdur ki, Ermənistanda çox öldürülənin uşaq olmasına baxmayaraq çox xoşa gəlməyən ifadələr yazırlar. Çox xoşa gəlməz şəkildə. Bu da nədən əslidir? Bu da onların mahiyyətini bir daha əks etdirir. Bu da əslinə qalanda Müşfiq müəllimin qeyd elədiyi məsələdir. Bu da ondan irəli gəlir ki, Ermənistanda bir cinayətkar hakimiyyət var. Bunlar Qarabağ oyununun üzərində Ermənistandakı hakimiyyəti onlar işğal ediblər. Yəni, bunun Ermənistanın özündə də bunun fərqindədirlər. Onların təbii ki, havadarları var. Bu işin arxasında duran cinayətkar qurumlar var. Beynəlxalq onların havadarları var. Amma buna baxmayaraq bu proseslər onu göstərir ki, Azərbaycan hökumətinin, Azərbaycan camiyyəsinin, Azərbaycan mediasının, vətəndaş cəmiyyəti qurumlarının apardığı çabalar nəticəsiz qalmır. Deməli, işləməli olduğumuz məqamlar var. Beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti qurumlarıyla xüsusən də əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Əslində bu məsələ necədir? Biz bilirik ki, beynəlxalq təşkilatlarda həm Azərbaycanlılar, həm də Ermənistanlı vətəndaşları işləyirlər, fəaliyyət göstərirlər. Bir neçə beynəlxalq təşkilatlar var ki, həm Azərbaycan nümayəndəliyi var, həm Ermənistanda olan nümayəndəliyi var. Məsələn, mən sizə bir məsələ ilə bağlı misal çəkim. Mən beynəlxalq təşkilatların birində fəaliyyət göstərdiyim zamanı qondarma erməni soyqırımı zamanı onların Ermənistanda fəaliyyət göstərən bir nümayəndəsi ümumi bəyanat yazmışdı və bütün beynəlxalq təşkilatlara, şəbəkəyə bunu paylaşmışdı. Azərbaycandan etiraz gedəndən sonra o bəyanat götürüldü. Çünki beynəlxalq təşkilatlar siyasi, dini təşkilatlar deyil və burada hər hansı humanitar və digər məsələlərlə məşğuldular. Bəli, razıyam ki, biz müəyyən istiqamətdə daha fəaliyyətimizi artırmalıyıq. Bu petisiyaların, bəyanatların və digər ictimai fəaliyyətdə olan insanların, qurumların verdikləri reaksiyanın məhz nəticəsidir və məhz hakimiyyətin mövqeyinin nəticəsidir ki, bugün beynəlxalq təşkilatlar ilk dəfə bu cür bəyanatlar yayırlar və bugün deyək ki, biz beynəlxalq mediada bu məsələnin qabardılmasını görürük. Çünki əvvəlki baş verən hadisələrdə bu qədər reaksiya görmürdük. O ki, qaldı Ermənistan cəmiyyətinin ictimai deyək ki, sosial şəbəkə istifadəçini biz harada görə bilərik bunu? Mediadan görə bilərik, sosial şəbəkədən ala bilərik bu məlumatı. Müşfiq müəllimin sözü ilə razıyam ki, Ermənistanda idarə etmə necədirsə, necə cinayətkardırsa, cəmiyyətə də o cür məlumatlar ötürülübdür. Məsələn, biz kiçik balamızın ölümü ilə bağlı məlumatlar yerləşdiriləndə orada elə şərhlər var idi ki, Ermənistan tərəfindən insan onu oxuyanda bunun insan tərəfindən yazılmasına şübhə eləyirdi ki, bir insan bunu yaza bilərmi və bu cür düşünə bilərmi? Bəli, biz bugün bu bəyanatları yayanda, beynəlxalq təşkilatlara məlumatlar göndərəndə, bəlkə də bu bir çağırış kimi olar ki, orada fəaliyyət göstərən Azərbaycanlı vətəndaşlardan da xahiş edirik ki, bu məsələdə bizə kömək eləsinlər, bu təşəbbüsümüzə dəstək versinlər. Bugün gəlin belə götürək, bizim məlumat almaq istəyirik, internet böyük bir meydandır və məlumatı adətən oradan əldə edirik, müasir dünyada yaşayırıq və bugün biz bu cür məlumatları, ermənilərin törətdikləri cinayətləri və ümumiyyətlə müfəssəl hazırlanmış hesabatları internet portallarına yerləşdirməliyik ki, sabah bu məlumatla bağlı hansısa xarici məlumat almaq istəsə ona... Çünki bu məsələdə əslində gəlin etiraf elə ki, bu məsələdə erməni lobisi, onların havadarları onlara kifayət qədər dəstək verir. Bəli, Azərbaycanın vəziyyəti
bu məsələdə o qədər də asan deyil. Çünki ikili standartlar var, bəzi məsələlər var ki, Azərbaycan haqlı mövqeyini çatdırmaqda çətinlik çəkir. Amma yenə də bu məsələdə biz əgər bugün bu məsələ ilə bağlı belə müsbət nəticələr əldə edə biliriksə, əgər sonda bizim istəyimiz həmin o bəyanatlarda ifadə olunursa, deməli biz buna nail ola bilərik. Erməni ictimaiyyəti, əlbəttə ki, erməni ictimaiyyəti bu hadisəni dəstəkləyir. Təsəvvürünüzə gətirə bilərsinizmi ki, nə qədər əslində vəziyyət gərgindir, nə qədər ictimaiyyətin problemləri böyükdür ki, körpə bir uşağın ölümünə dəstək versinlər. Bunun üçün də mən düşünürəm ki, əslində bu həm də beynəlxalq təşkilatlara, beynəlxalq qurumlara bir siqnaldır, bir mesajdır ki, sülh istəyən, mülki əhalini heç vaxt öldürməyən və onun torpaqları işğal olunan Azərbaycanın verdiyi mesajlara baxın, amma Ermənistan hansı ki cinayətkardır, cinayətkar rejim tərəfindən idarə olunur və körpə bir uşağı qətl edib onların cəmiyyətinin verdiyi mesajlara baxın. Bütün bunlar işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını şərtləndirmirmi? Təbii ki, şərtləndirir və çoxdan, amma məsələnin indi önəmli bir hissəsinə gəldik, çıxdıq. Biz uğurlarımızdan danışdıq və beynəlxalq aləmin reaksiyalarından danışdıq. Təbii ki, Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin göstərdiyi təpki nəticəsində onlar bu bəyanatları verməyə məcbur oldular, belə deyək ki. Amma burada bir daha vurğulandı ki, görməli olduğumuz işlər çoxdur. Məsələn, mən xırda bir nüansı gətirmək istəyirəm. Tutaq ki, mən izlədim, ABŞ-da ABŞ Dövlət Departamenti bəyanat verib, açıqlama yaydı. ABŞ-ın və dünyanın ən iri transmilli media şəbəkələrindən biri olan Washington Post məsələni işıqlandırdı. Associated Press məsələni işıqlandırdı, reaksiya verdi. Amma Freedom House hələ də susuz orada. Hansı ki, ilk növbədə reaksiya verməli qurumlardan biri idi orada. Bu, niyə adını çəkirəm onun? Çünki Azərbaycan cəmiyyətinə yaxşı bələddir. Azərbaycanda ən xırda bir, hətta qrip epidemiyası olanda da Freedom House orada dərhal bəyanat verir ki, burada hökuməti günahlandırır. Amma 4 gündür, 5 gündür fakt baş verib, dünyanın ən böyük hüquq müdafiə təşkilatlarından biri hələ də susub orada. İkincisi, Le Monde yazır, Almaniyanın, Fransanın qəzetləri yazır, BBC Britaniya yazıb, Almaniya qəzetləri yazıb, çox böyük transmilli şəbəkələr, hansı ki, həm ölkələrinin, həm də dünyada ictimai rəyi formalaşdıranlardır. Mən ona görə addan çəkirəm, yüzlərlədir belə Kiyev qurumu yazıb, amma Human Rights Watch hələ ki, belə deyək ki, reaksiya verməyib. Human Rights Watch-da axırıncı yeniləmə ayın 16-sındadır, keçən ayın 16-sında və negativ bir informasiyadır. Hara baxırlar? Yəni, bu özü hüquq müdafiə təşkilatıdır və dünyada. Yəni, hələlik ki, Umud müəllim bayaq onu vurğulayırdı. Yəni, biz hələ hədəfimizə tam çatmamışıq. Böyük qələbə qazandıq, böyük uğur qazandıq bu məsələlərdə təbliğat baxımından, amma hədəflərimiz hələ öndədir, getməli. Biz onlarla işləməyi bacarmalıyıq. Təbii ki, durmamışıq. Mən özüm də başda olmaqla bir neçə qeyti biz birləşdik. Məhz həmin kimlər ki, bu dəqiqə susqunluq keçirirlər, amma lazım olmayanda aktivlik göstərirlər, onlara hədəfləyib biz birbaşa ad-ad məktublar göndərəcək. Niyə göstərmirsiniz reaksiya? Və eləcə də sanksiyalar tətbiq olmaq üçün bunların kül halında hamısının bir ortağa gəlməyi lazımdır. Təbii ki, kimlər mane olur o sanksiya məsələlərinə? Bax, bu proseslərin fonunda artıq onlar görükürlər. Onları tapmaq, birbaşa ad-ad üzərlərinə yerməyə ehtiyac var. Umud müəllim, bu hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması üçün xarici ölkələrdə tədbirlərin təşkili nə qədər effektlidir və hazırda bu sahədə hansı işlər görülür? Əlbəttə, bütün imkanlardan istifadə olunmalıdır. Həm tədbirlər təşkil olunmalıdır, həm sosial şəbəkənin, bilirsiniz, 80-ci illərin sonlarında bir dənə faks aparatı var idi. Və bütün informasiya da Kremldən gəlib keçirdi. Azərinform informasiyanı göndərirdi Kremlə, orada da informasiyanı tamam fərqli bir şəkilə salıb beynəlxalq camiyyəyə çatdırdılar. İndi bizim əlimiz, qolumuz açıqdır. Azərbaycanda bu günlərsi hər evdə, hətta Alxanın özündə belə internet vardı. Təsəvvür edin, yəni Səngərə yaxın yerlərdə, mən orada oluram, yəni internet vardı. Bu imkanlardan biz yararlanmalıyıq, istifadə eləməliyik. Əslinə qalanda bunun özü də, bu göstərilən çabaların özü nəticə verir, bayaq Günel xanım qeyd elədik. Yəni biz hər kəsinlə, hətta düşmənimizlə belə danışmalıyıq, izah eləməliyik, diyaloqa getməliyik, başa salmağa çalışmalıyıq.
insanla da danışdıqca, ona izah elədikcə o başa düşür, fərqinə varır. Üzr istəyirəm Mahmud müəllim, çox maraqlı bir məqam oldu. Bir həftə öncə birinci vitse-prezidentin bir açıqlaması oldu mediadakı. Erməni xalqına ünvanlamış. Yəni biz xalqla düşmən deyilik. Təbii ki, Ermənistanın o cinayətkar rejiminin davranışlarını. Özü də yeri gəlmişkən bu prosesin bir tərkib hissəsidir və nə qədər əhəmiyyətli olduğunu təbii ki görürük. Müşəf müəllim, mən ora əslinə gəlirəm. Və Ermənistanda biz bayaq dedik, bir cinayətkar rejimdir. Xalq orada əslinə qalanda bir gürovdur, məngənədədir. Və bunun fərqindədirlər. Çünki fərqli danışsalar, fərqli bəyanat versələr, həmən də onlarla haqq hesab çəkilir. Yəni bunu biz illərlə görmüşük. Biz Dağlıq Qarabağda, Azərbaycanın özünün də fərqli düşünən və bu qan qadanın, bu bölücü siyasətin əleyhinə çıxan bütün erməni ziyalılarını, erməni aydınlarını bir aradan götürüblər. Bunları biz tarixə biraz ekskurs eləsək görərik. Və bu gün də Ermənistanın öz içərisində bu cür düşünən insanları həmən, fərqli düşünən insanları həmən aradan götürürlər. Mənim deyəcəyim nədir əslinə qalanda? Mənim deyəcəyim odur ki, biz müxtəlif platformalar var. Şərq tərəfdaşlığı o qədər ideal bir platformadır. Biz ondan yetərincə istifadə edə bilmirik, faydalana bilmirik. Bizim əleyhdarlarımız ondan istifadə edirlər. Problem bundadır. Demək, ən müxtəlif vasitələrdən istifadə etməliyik. Biz möhkəmlənməliyik. O yerlərdə biz öz işimizi aparmalıyıq. Mən 2 tələbə, Amerikalı tələbəni apardım. Mən bu günlərdə bu yayılacaq. Bax, burada yazılanların hamısı ancaq Azərbaycan xalqının necə işğala məruz qalması, 2 Amerikalı gəncin, necə Azərbaycan xalqının qonaqpərvər, necə belə ağla sığmayan bir səfərin, deyək ki, iştirakçılarına çevrildilər. Yəni Azərbaycan həqiqətləri olduğu kimi çatdırılır, yazılır. O qədər gözəl, o qədər belə insani dillə ifadə edirlər ki, bunu mən 100% əminliklə bilirəm ki, bunu dövlət məmuru da, siyasətçi də oxuyandan sonra bunun nə qədər həqiqi, nə qədər səmimi olduğunu deyəcək. Bax, vətəndaş cəmiyyəti bu da əslinə qalanda biz bu cür addımlar atmalıyıq, bu cür işlər görməliyik. Qeyd etdiyiniz kimi, yəni dünyanın hər yerində biz tədbirlər keçirməliyik. Bu ilin aprel ayında biz BMT-nin Cenevra ofisində müharibə və uşaqlar mövzusunda bir tədbir keçirdik. Biz Həsənqayadan deməli çəkdiyimiz uşaqlarla bağlı 2 dəqiqəlik film göstərdik. 60-dan çox BMT-nin çox nüfuzlu insanları bizə ayrılmış saat yarımdan sonra da onlar auditoriyanı tərk eləmək istəmirdilər. Ona görə ki, onlar bizim səmimiyyətimizə, onlar bizim qoyduğumuz faktlara, çıxışlarımıza inanırdılar. Deməli, biz istifadə eləməliyik bu imkanlardan. Və bütün bunlar Azərbaycanda vətənpərvərlik hisslərinin güclənməsinə necə təsir göstərir? Yəni, Cocuq Mərcanlının bərpası ilə bağlı başlanılan zəfər yürüyüşünün bu hadisələrdən sonra bir qədər də güclənəcəyini söyləmək olarmı? Buyurun. Əslində, prosesə baxsaq, Cocuq Mərcanlıya insanlarımızın köçündən sonra belə bir hadisə baş verdi və göstərilir ki, əslində Ermənistan tərəfində də buna mənfi reaksiya var ki, insanlar köçür və öz torpaqlarına qayıdır və bir qayıdış baş verir və Ermənistan cəmiyyətində də bir uduzmaq psixologiyası formalaşmağa başlayır. Əslində, bu hərəkət onu göstərildi ki, Ermənistanın cinayətkar rejimi bu hərəkəti artdırmaqla biraz həm də öz cəmiyyətini çaşdırmaqla məşğul oldu. Özünü Azərbaycan Respublikasının vətəndaşı sayan və bu məsələyə biganə qalmayan hər kəs bu məsələyə öz reaksiyasını bildirdi. Mən də razıyam. Biz beynəlxalq təşkilatlarda işləyən insanlarımız, xarici dil bilən xüsusilə gənclərimiz, media orqanlarımız, hər kəs öz bacardığı məsələdə bu mövcud durumu çatdırsa, əlbəttə ki, nəticə fərqli olacaqdır. Mən əminəm ki, bu hadisədən sonra Cocuq Mərcanlıya köçmək istəyənlərin sayı da çoxalacaqdır. Və mən əminəm ki, bu hadisə yalnız bugündən, sabahla bir həftə biz bunu müzakirə elədik, bitməyəcəkdir. Bu davamlı xarakter alacaqdır. Hər tədbirimizdə, xarici ölkədə təşkil olunan tədbirimizdə, daxili tədbirlərimizdə, məsələn, biz
dəvət alırıq səfirliklərin bayramlarına, tədbirlərinə, müxtəlif tədbirlərinə və biz bu məsələni bütün o tədbirlərdə qeyd etməliyik, işıqlandırmalıyıq. Çünki bu məsələni biz gündəmdə saxladığımız təqdirdə bu məsələ öz müsbət nəticəsini verəcəkdir və vətənpərvərliklə bağlı mən düşünürəm ki, əslində Azərbaycan cəmiyyəti kifayət qədər vətənpərvərdir və xüsusilə sevindirici haldır ki, gənclərin bu sosial şəbəkələrdə fəallığını biz gördük. Çünki əgər biz saya baxsaq, həm bəyanatları yaymaqda, həm petisiyaları imzalamaqda, həm müraciətlərin edilməsi əksəri gənclər tərəfindən göndərilən məlumatlar idi. Azərbaycan bu gün əldə elədiyi nailiyyətə təsadüfən gəlib çıxmayıb. Bundan ötürü uzun müddət həyata keçirilmiş, düşürülmüş proqramlar, siyasət olub. Gəlin, elementar bir müqayisə aparaq. Bu gün iqtisadi baxımdan inkişaf edən və bütün regional layihələrin mərkəzində duran bir dövlət, bir tərəfdə isə hər şeydən məhrum olmuş bir dövlət. Bir tərəfdən əhalisinin rifah halı yüksələn bir dövlət, bir tərəfdə isə Ermənistan qismində əhalisinin 40% rəsmən yoxsul olan bir ölkə. Onların indiyə qədər fəxr elədikləri nə idi və iyanələrlə yaşayan bir ölkə. Yəni, açığı özünün büdcəsini formalaşdırmaq imkanı olmayan, xaricdən gələn iyanələrlə yaşayan bir ölkə. Onların yeganə qürurlandıqları, fəxrlə dedikləri bir məsələ güclü ordu və Azərbaycanın 20%-ni torpaqları almaları idi. Bu mifdə 2016-cı ilin aprelində dağıldı. Bir gecənin içərisində Azərbaycan ordusu 2000 kvadrat kilometrə qədər ərazini azad edə bildisə, bu artıq erməni xofunun, erməni mifinin nə qədər boş bir mif olduğunu göstərdi. Açığı nəyə gətirmək istəyirəm məsələni? Ermənistanın son hərəkətin, bu düşünülmüş hərəkət deyil, bu bir çabiyə oxşayır. Misal var, deyir ki, suda boğulan saman çöpünə dayalatır və Ermənistanın Alxanıda törətdiyi hadisə saman çöpündən yapışmağa bir şeyə bənzəyir ki, özünə necə haqq qazandırsın, əhalisinə nə desin, artıq deməyə bir şey yoxdur. İflas olmuş bir dövlət, yoxsul əhalisi olan bir dövlət və hərbi baxımdan da getdikcə mərhələ-mərhələ uduzan bir dövlət. Amma Azərbaycan tərəfdə bu məsələləri xalqa düzgün çatdırmasına ehtiyac var və hesab edirik ki, artıq bu yöndə göstərilən çabada nəticəsini verir. Bilirsiniz, internetdə 80% əhali, Azərbaycan əhalisi internet istifadəçisidir. Və bunlar hamısı təhsilli, savadlı, bilgisi olan şəxslər deyirlər ki, sıravi vətəndaşlardır. Amma onların burada biz fəallığını gördük, onların keçirdiyi kampaniya, onların bölüşdüyü informasiya görəndə göründü ki, bəli, Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin apardığı düşülmüş proqram artıq sıravi vətəndaşın özündə də paylaşdığı informasiyada göstərir. Bax, bu nailiyyətdir və bunu davam elətdirmək lazımdır. Bu hadisələrin özündə Azərbaycan insanları demək olar ki, baş verən hadisələrdədir. Yəni, mən bir нәрsə, əgər Alxanlıya doğru bir səfər eləsən, baxıb görərsən ki, Bakının çox böyük, yəni o ailəni tanıyan, tanımayan insan, çox saylı insanlar səfər eləyirlər, ziyarət eləyirlər. Yəni, öz şərikliyini ifadə eləyirlər. Bu müəllim qeyd elədi, yəni bir нәрsə Azərbaycanda kifayət qədər doğru, dürüst, Azərbaycanını yönləndirən bir siyasət var. Və bu siyasətin ətrafında yetər ki, biz bütöv olaq, bir olaq. Bizim sağımızda, solumuzda, önümüzdə, arxamızda kimlərin olduğunu fərqinə varaq. Bizim özümüzdən başqa güvənməli yerimiz yoxdur və mən 100% də əminəm ki, çox yaxın zamanlarda Azərbaycanın torpaqları işğaldan azad olunacaq. Bunu düşmən də fərqindədir. Onun fərqində olduğu üçün də bir нәрsə o ölüm qabağı çabalayır, çaba göstərir. Elə bu arzuyla da verilişimizi yekunlaşdırırıq. Çox sağ olun studiyamıza gəldiyinizə görə. Hörmətli tamaşaçılar, biz bugün işğalçı Ermənistanın törətdiyi son təxribatlardan və bu hadisələrin